Gülyaz Gülyanaq bacıları bir mahnı oxuyublar. Demək, Azərbaycan Dövlət Televiziyasının yeni il şənliyində Cavanlığın mahnısı və deyilənə görə mahnının aranjmanı başqasınındır. Başqası deyəndə ki, Mərdan Kazımov var, müğənni. O deyib ki, aranjman mənimdir və iki bacı mənim aranjmanımdan istifadə ediblər. Cavanlığı mahnımı oxuyublar. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar çox əsəbləşib. Mərdan Kazımov, icazəsiz bizim aranjmanımızı istifadə edirsiniz. Canınız sağ olsun. Heç olmasa mənim səsimi silərdiniz. Mən doğrudan o musiqini dinlədim. Bilmirəm indi burada edə biləcəm ya yox. Doğrudan da orada arxa fonda səs var. Biz qrupla bu mahnının aranjmanı üçün çox əziyyət çəkmişik. Bütün alətlər üçün canlı ifa olunub. İcazə almaq bu qədər mi çətindir? Halbuki biz bu mahnıları oxuyanda bəstəkarlardan rəhmətə gediblərsə və bəstəkarın varisindən icazə alırıq ASTV. Siz ümumiyyətlə niyə nəzarət etmirsiniz? Deyir Mərdan, deyir ki, Gülyanaq xanımla əlaqə Gülyaz xanımla əlaqə saxlayıb, sonradan Mərdan deyir, bu məsələni biraz aydınlaşdırdıq, vurğulayıb. Bilmirəm, mən o mahnını versəm, burada necə alınar? Bax, ifa edirlər, doğrudan da fonda səs eşidilir ki, aranjman... Hiss etdinizdə arxa fonda kişi səsi gəlir, oğlan səsi gəlir. Təbii ki, bu da Mərdan Gülündür.